torpağın qaranlıq sinəsindən ən gözəl gülləri çıxaran Allah, insanların içindən peyğəmbərləri seçən Allah, məxluqatın içindən insanı, gecələrin içindən Qədr gecəsini, ayların içindən Ramazanı seçdi və günlərin içindən də cüməni seçdi. Bəlkə də buna görə cümə günü gələndə qəlblər fərqli döyünür. İnsan içində səbəbini izah edə bilmədiyi bir rahatlıq hiss edir. Çünki cümə sadəcə həftənin bir günü deyil, duaların səmaya daha tez çatdığı gündür. Göz yaşlarının rəhmətə çevrildiyi gündür. Ümidini itirən insanların yenidən Allaha sarıldığı gündür. Kim bilir, bəlkə də bu cümə artıq hər şey bitdi dediyin anda Allahın sənə mən səninliyəm deyəcəyi gündür. Bəlkə də bu cümə illərlə içində daşıdığın yükün yüngülləşəcəyi gündür. O halda bu gözəl gündə qəlbini Allaha aç. Bir dua et. Çünki bəzən insanın həyatını dəyişən şey səmimi qəlbdən edilən tək bir dua olur. Cüməniz mübarək olsun.